Ay qızım, heç naz, başımı itirmişəm tək burada. Bu qədər kitabın arasında. Gələn də fikrini aydın izah eləmir. Salam Göyçək qız. Danışarıq yaxşı. Sağ ol. Mənə kitab lazımdır. Necə bir kitab lazımdır? Belə bahalı olsun, samballı olsun. Müəllim, mən təkəm burada. Milyonlarla kitab var. Mən necə bilim sizə necə bir kitab lazımdır? Zəhmət olmasa fikrinizi aydın izah eləyin ki, mənim çətin olmasın da. Bu dəqiqə Göyçək qız. Deməli, birazdan dərs bölgüsü başlayacaq. Bizim məktəbin də xanım direktoru hörmətli bir insandır. Mən ona kitab hədiyyə eləmək istəyirəm. Yoxsa mənə, necə deyirlər, dərs saatını yaxşı verməz. Yaxşı, siz burada gözləyin, mən görüm sizə nə kitab verirəm. Bahalı, samballı olsun. Bir dəqiqə siz orada gözləyin, mən bir dəqiqə. Harada, elə buradayam da bu. Bəlkə sizə akademik nəşrlərdən verim. Yox, elə şeylər oxuyan da. Göyçək, bura əcib darısqallıqdır. Gəlin siz. Gələrəm, nə danışırsın? Gələrəm. Bəli, deməli bu yox. Bəlkə sizə xalq şairlərinin yubiley nəşrlərindən verim. Yox, zəhləsi gedir şeir oxumaqdan. Belə deyirəm, bahalı olsun. Mən onun gözündə böyüyüm. Mən başa düşdüm. Bura labirint deyil, abi. Sizə çox maraqlı bir təklifim olacaq. Burada gözün gəlir. Burada gizdən paç oynamaq var. Biraz oynayarız. Gəlirəm. Müəllim, İtmişəm burada. eksklüziv kitab. Manatda yerləşir, dollardan. Hətta istəsəz, evrodan. Doğrudan da heç mənim ağlıma da gəlməmişdi. Deyən görün. Başa düşdüm bir də. Üzr istəyirəm səndən. Haqda da. Bu kitabdan sonra əlbəttə ki, onun sizə hörməti artacaq və sizə yaxşı dərs saatları verəcək. O da elə bu kitabdan 2 dənə vermədən də. Anlamadım, ikinci nə edirsiniz? Burada kifayət qədər pul yerləşir. Yox, birində axırıncı arvadım üçün alacağım. O işlədiyi kollecdə ona mütləq bu lazım olacaq. Öz aramızdır. Yaman müasir qız sana.